Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə birlikdə ilk dərsimiz olan natural ədədlərin mövzu izahına başlayırıq. İlk olaraq natural ədədlərdən başlamazdan əvvəl biz rəqəm və ədəd anlayışı ilə tanış olaq. Uşaqlar, rəqəmlər nədir? Rəqəm dedikdə bizdə 0-dan ta 9-a kimi olan simvollardır. Yəni bizdə 10 rəqəm olacaq. Yəni 0-dan 9-a kimi. Rəqəm nədir? Ədədləri yazmaq üçün istifadə etdiyimiz simvollardır. Yaxşı, bəs ədəd nədir? Uşaqlar, ədədlər isə 10-dan başlayır, 11, 12, 13 və sair sonsuzluğa kimi gedir. Yəni rəqəm nə oldu? Ədədləri yazmaq üçün istifadə etdiyimiz simvollar oldu. Yaxşı uşaqlar, indi danışaq sizə natural ədədlər nədir? Natural ədədlər bizim saymaq üçün istifadə etdiyimiz ədədlər natural ədədlər adlanır. Deməli, biz sayanda, məsələn, 0 ya da 0-dan başlamadığımıza görə 0-ı biz natural ədəd kimi götürmürük. Yəni yazırıq ki, bura 0 natural ədəd deyil. Aydındır. Deməli, natural ədədlər nə oldu? Bizim saymaq üçün istifadə etdiyimiz ədədlər adlanır natural ədədlər. 0 natural ədəd deyil. Ən kiçik natural ədəd 1-dir. Yəni, ən kiçik natural ədəd 1 olacaq. Yaxşı, indi biz sizinlə nədən danışaq? Natural ədədlər hansı hərflə işarə olunur? Bir ondan danışaq. Natural ədədlər böyük N hərfi ilə işarə edilir. İşarə ediləcək. Ondan sonra natural ədədlər uşaqlar biz sayanda, necə ki, məsələn, sona çata bilmiriksə, belə deyək, natural ədədlərdən bu nəticə çıxır ki, natural ədədlər sonsuz saydadır. Yəni, sonu yoxdur. Natural ədədlər sonsuz saydadır. Deməli, natural ədədlər nə oldu? Sonsuz sayda oldu. 0 natural ədəd olmadı. Ən kiçik natural ədədimiz isə 1 oldu. Yaxşı uşaqlar, natural ədədlərin cəmi, hasili və qüvvəti bizə natural ədəd verir. Yəni, bu nə deməkdir? Cəmi. Yəni, 2 dənə natural ədəd götürək. Məsələn, 2 plus 3 bərabərdir 5. Natural ədəddir. Ondan sonra hasili. Hasil nə deməkdir? Yəni, vurma deməkdir. Yəni, 2 vur 3 bərabərdir 6. Natural ədəddir, saymaq üçün istifadə edə bilirik. Bir də ki, qüvvəti. Qüvvət nə deməkdir? Məsələn, 2 üstündə 3 bərabərdir. 2 vur 2, yəni 8 deməkdir. Bu da bir natural ədəddir. Amma bunların, deməli, üçünə natural dedik. Bunun bir də əmması var ki, bunun əmması odur ki, bizdə fərqi və nisbəti natural ədəd ola da bilər, olmaya da bilər. Yəni, bu nə deməkdir? Məsələn, mən götürüb 2-dən 3-ü çıxsam, alıram -1. -1 natural deyil. Düzdür? Niyə deyil? Çünki biz sayanda demirik -1-ci şəkil ya da 1-ci şəkil, sonra 2-ci şəkil demirik. Biz nə deyirik? Müsbətdən, yəni sayırıq da, düzdürmü? Yəni, bu natural ədəd olmadı. Amma mən götürüb, məsələn, 5 minus 4 yazsam, bizə 1 verəcək. 8 minus 6 yazsam, bizə 2 verəcək. Yəni, bunlar natural oldu. Yəni, natural ədədlərin cəmi, hasili və qüvvəti mütləq natural ədəddir. Amma fərqi ilə nisbəti natural ədəd ola da bilər, olmaya da bilər. Məsələn, nisbətinə baxaq indi. Nisbət nə deməkdir? Yəni, bölmə. Məsələn, mən götürüb 2-ni 3-ə bölsəm, 2 3-ə tam bölünmür də. Bizə verir 2 bölünsün 3, kəsir kimi lap yazaq. 2 bölünsün 3 verdi mənə. Bu bir natural ədəd deyil. Amma mən götürüb yazsam 6 bölünsün 3, yəni 2, bu bir natural ədəddir. Yəni, fərqi və nisbəti natural ola da bilər, olmaya da bilər. Yaxşı. İndi sizin belə bir, məsələn, qarşınıza suallar çıxa bilər ki, deyir ki, sizə rəqəmləri eyni olan ya da rəqəmləri müxtəlif olan ən böyük, nə bilim, 4 rəqəmli, ən böyük 5 rəqəmli, belə ədədləri necə tapırıq? Məsələn, rəqəmləri eyni olan, ən böyük 3 rəqəmli deyirsə, siz birinci yadınıza nəyisə alırsınız? Getdik rəqəmlərə. Rəqəmlər hardan haraya düzülmüşdü? Bizdə rəqəmlər 0-dan 9-a kimi düzülmüşdü. Düzdür? 0-dan 9-a kimi düzülürsə, bunların arasında ən böyük nədir? Təbii ki də 9 olacaq. Düzdür? Yəni, ən böyük rəqəm 9-dur. İndi sizə deyirsə, rəqəmləri eyni olan ən böyük 3 rəqəmli, deməli, bu eyni sözünə görə burada birinci 9-dan başlayırıq, sonra o birisi 9, digər də 9. Yəni, 3 dənə 9-u yazdıq yan yana. Bu oldu
rəqəmləri eyni olan ən böyük 3 rəqəmli. Yaxşı, bəs rəqəmləri fərqli olan desəydi, rəqəmləri, məsələn, desə ki, fərqli olan ən böyük 3 rəqəmli desəydi. Düzdür? Yaxşı, indi mən baxıram ki, burada yenə də mən ən böyük rəqəmi birinci yazmalıyım, çünki burada ən böyük sözü var. Birinci 9 yazıram. 9-dan sonra ən böyük nə gəlir? Yəni, daha doğrusu 9-dan əvvəl gələn. Bu bizdə 8-dir, düzdürmü? 9 böyükdür, ondan əvvəl də 8 böyükdür. Sonra 8-dən əvvəldə 7 və salam. Deməli, bizim rəqəmləri fərqli olan ən böyük 3 rəqəmli ədədimiz 987-dir. Rəqəmləri eyni olan ən böyük 3 rəqəmli isə 999-dur. Yaxşı, bu ən böyük məsələsini başa düşdük. Yaxşı, bundan bir dənə nümunə göstərək. Məsələn, rəqəmləri eyni olan ən böyük 4 rəqəmli desə, yenə nə yazacaqsan? 9, 9, 4 dənə 9-u yazdın yan yana. Bax, bəs rəqəmləri fərqli olan ən böyük 4 rəqəmli desən, birinci 9, sonra 8, sonra 7, sonra 6 belə azalda gedirsən. Yəni, məntiq budur. İndi isə biz danışaq sizinlə rəqəmləri eyni olan, indi isə keçirik hara? Ən kiçik. Məsələn, 3 rəqəmli deyirik. Düzdür? Deməli, bizdə rəqəmlər 0-dan 9-a kimidir. Amma biz 0-ı başda yaza bilmirik. Düzdür? Ona görə də 0-dan sonraki rəqəmimiz nədir? Bizdə 1. Deməli, rəqəmləri eyni olan ən kiçik 3 rəqəmli deyirsə, birinci 1-i yazacaqsan. Eyni sözü varsa, deməli, 3 dənəsi də 1 olacaq. Və salam, bu oldu rəqəmləri eyni olan ən kiçik 3 rəqəmli. Yaxşı, bəs desəydi ki, rəqəmləri fərqli olan, məsələn, desək ki, rəqəmləri fərqli olan ən kiçik 3 rəqəmli desəydi. Düzdür? Rəqəmləri fərqli olan ən kiçik 3 rəqəmli desəydi, yenə birinci başlayacaqdım 1-dən, təbii ki də. 1-dən sonra biz 0-ı əvvələ yaza bilmirik, amma bu demək deyil, ikinci də yaza bilmərik. Yazdıq burası 0. Sonra fərqli dediyinə görə, yəni mən 1-i istifadə eləmişəm, 0-ı istifadə eləmişəm, ondan sonra nə gəlir? 2 və salam, bu oldu bizdə rəqəmləri fərqli olan ən kiçik 3 rəqəmli ədəd. Yaxşı, bəs desə, məsələn, ən kiçik 4 rəqəmli. Məsələn, ən kiçik 4 rəqəmli desə, birinci başlayacaqsan 1-dən, sonra gələcək 0, sonra gələcək 2, artıq sonra gəldi 3. Aydındır? Yəni, hər rəqəmdən bir dəfə istifadə edirsən. Niyə? Çünki bizim açar söz burada rəqəmləri fərqli olandır. Yaxşı, bəs rəqəmləri eyni olan, məsələn, ən kiçik 4 rəqəmli desə, bu 4 rəqəmlidə də eyni söhbəti var deyə hamısı, yəni 4 dənəsi də 1 olacaq. Yəni, məntiqi budur. Bunu başa düşdük, deyə ümid edirəm. İndi isə sizinlə mərtəbələr və siniflərdən danışaq uşaqlar. Mərtəbələr nədir? Siniflər nədir? Biz onları necə ayıracağıq? Bizə yəni bu necə kömək olacaq? İndi onlardan danışaq. Deməli, mərtəbələr və siniflər. Uşaqlar, mərtəbələr və siniflər dedikdə, ilk olaraq biz mərtəbələrdən danışaq, sonra isə siniflərdən danışacağıq. Mərtəbələr, uşaqlar, baxın. Mərtəbələr dedikdə, mərtəbələr. İlk olaraq biz başlayacağıq mərtəbələrdən təkliklərə. Bura gedir, deməli, bu mərtəbələrə aiddir ilk təkliklər. Düzdürmü? Təkliklər mərtəbəsi. Sonra onluqlar mərtəbəsi. Sonra gəlir yüzlüklər mərtəbəsi. Yüzlüklər. Sonra gəlir minliklər. Sonra gəlir 10 minliklər. 10 minlik. Sonra gəlir 100 minlik. Sonra gəlir bizdə, deməli, milyonluq. Milyonluqdan sonra gəlir 10 milyonluq və sair bu qayda ilə gedir. 10 milyonluq. Sonra gəlir 100 milyonluq. 100 milyonluq. Sonra gəlir milyardlıq. Və bu qayda ilə davam edir. Bizə hələlik bu qədər bəsdir. Deməli, bizdə ilk olaraq təklik, onluq və yüzlüklər mərtəbəsi hansı sinifə aiddir? Ona baxaq. Təklik, onluq
və yüzlüklər mərtəbəsi təkliklər sinifinə aiddir. Aydındır. Deməli, bunun aid olduğu sinif nə oldu? Təkliklər sinifi. Sonra minliklər, 10 minliklər və 100 minliklərin aid olduğu sinif adlanır minliklər sinifi. Milyonluq, 10 milyonluq və 100 milyonluqlar aid olur milyonluqlar sinifinə. Milyonluq. Milyardlıq, burada yazaq yenə də 10 milyardlıq. Sonra bir dənə də yazaq 100 milyardlıq. 100 milyardlıq. Bu da aid olacaq milyardlıqlar sinifinə. Milyardlıqlar. Yəni, belə yadda saxlayın. Hər sinifin adı, mərtəbələrin başlanğıcı nədir burada? Təkliklər. Oldu təkliklər sinifi. Minliklər. Oldu minliklər sinifi. Milyonluqlar. Oldu milyonluqlar sinifi. Milyardlıqlar. Oldu milyardlıqlar sinifi. İndi, sizin qarşınıza başqa nələr çıxa bilər? Məsələn, açıq şəkildə yazılış. Deməli, natural ədədin onluq say sistemində yazılışı və yaxud da açıq şəkildə yazılışı deyə bilər. İndi ona baxaq. Deməli, natural ədədin onluq say sistemində yazılışı. Deməli, ilk olaraq biz başlayırıq. Belə deyək. AB üstü xətt. Bu yazılış hamınızın qarşısına çıxa bilər. Bu AB üstü xətt nədir? Bütün iki rəqəmli ədədlərin, belə deyək, təmsilçisi kimi belə götürülür. AB üstü xətt. Yaxşı, bəs biz bunu necə açacağıq? Biz burada nə iş görəcəyik? Bax, ilk olaraq sondan başlayırsan adlandırmağa. Bu sinif, deməli, bu nə oldu? Təklik. Ondan sonra nə gəlir? Onluq. Düzdür. Yaxşı, bəs bunu açıq şəkildə yazanda, onluq say sistemində yazanda necə yazacağıq? Bax, bu A-nın başına aid olan nədir? A-ya aid olan onluqdur. Düzdür. Buradan belə deyək də, uşaqlar. Luğu atdınız, qaldı 10. Düzdür. Bu 10'u vurursunuz A-ya. Belə yadda saxlayın. Olur. 10 vurulsun A-ya. Sonra B-yə aid olan nədir? Təklik. Düzdür. Liki atdınız, qaldı tək. Tək nə deməkdir? 1 deməkdir. Düzdürmü? Olur plus B vurulsun 1. Deməli, bunun açılışı oldu 10A plus B. Məsələn, yazsam bura A, B, S üstündə xətt. Düzdür. Yenə də bunu başlayıram adlandırmağa. Deməli, S bizdə oldu təklik. Düzdür. B oldu bizdə onluq. A oldu bizdə yüzlük. Düzdürmü? Yüzlük. İndi yenə də bunu açmaq istəyirəmsə, başlayıram A-dan. A-ya aid olan yüzlükdür. Lükü atdıq. Belə deyək, uşaqlar, belə yadda saxlayın. Lükü atdıq, qaldı 100. Düzdür. Neyniyəcək indi? 100'ü vuracağıq A-ya. Plus B-yə aid olan nədir? Onluq. Düzdür. Luğu atdıq, nə qaldı? 10. B-ni vuracağıq ona ya da 10'u vuracağıq B. Eyni şeydir onsuz. Plus C-yə aid olan nədir? Təklik. Düzdür. Tək nə deməkdir dedik? 1 deməkdir. C-ni də vuracağıq 1'ə. Plus C vurulsun 1 olacaq. Yaxşı, bəs A, B, C, D üstündə xətt desə. Bu zaman yenə də başlayırıq adlandırmağa. Bu olur təklik. Düzdür. Bu olur onluq. Bu olur yüzlük. Bu da olur minlik. İndi başlayırıq A-dan. A-ya aid olan nədir? Minlik. Liki atdıq, 1000 qaldı. Düzdürmü? Onda yazıram ki, 1000 vurulsun A-ya. Plus B-yə aid olan nədir? B-yə aid olan yüzlükdür. Lükü atdıq, 100 qaldı. Olur, 100 vurulsun A-ya. Plus C-yə aid olan onluqdur. C vurulsun 10'a. Üstə gəl D-yə aid olan təklikdir. Liki atdıq, tək qaldı. Tək də 1 deməkdir. Yəni D-ni də vurduq 1'ə. Və bu oldu bizdə natural ədədin onluq say sistemində yazılış forması. İndi isə biz sizinlə uşaqlar nədən danışacağıq? Tam ədədlər nədir? Deməli, indi onlardan danışacağıq. Natural ədədləri bildik. Təkrar eləyək. Natural ədədlər nə idi? Saymaq üçün istifadə etdiyimiz ədədlər natural ədədləri adlanırdı. Bəs tam ədədlər nədir? Deməli, tam ədədlər.
Tam ədədlər, yadınızda saxlayın ki, natural ədədlər, yəni bizim saymaq üçün istifadə etdiyimiz ədədlər, onların əksi, baxın əsas məsələ, onların əksi və 0 birlikdə tam ədədləri əmələ gətirir. Yəni, mən burada tam ədədləri yazmaq istəsəm, məsələn, mənfi sonsuzluqdan mənfi 3, mənfi 2, mənfi 1, 0, 1, 2, 3 və s. buradan da müsbət sonsuzluğa. Yəni, buradan buraya qədər olan hissə mənfi ədədlərdir. Buradan buraya qədər olan hissə müsbət ədədlər, yəni natural ədədlərdir. Və bura natural hissədir, natural olan hissədir. Bu da onun əksidir. Sıfırdakı ortada qalıb. Birlikdə tam ədədləri əmələ gətirirlər və tam ədədlər Z hərfi ilə işarə edilir. Z hərfi ilə işarə edilir. Yaxşı, bunu bildik. Deməli, Z bərabərdir. Bunları yazdıq. İndi isə tam ədədlərdə bizə nə tip sual, yəni rast gələcək, ona baxaq. Məsələn, deyir ki, bizə ilk olaraq biz baxırıq ki, bizə deyir A və B tam ədədlərdir. A və B tam ədədlərdir. Düzdür? Tam ədədlərdir. Deməli, aşağıdakı aralıqlarda tam ədədlərin sayının tapılması. Deməli, aşağıdakı aralıqlarda tam ədədlərin sayını deyir ki, tap. Tam ədədlərin sayının tapılması. İlk olaraq biz başlayırıq A, B, interval və yaxud da adi mötərizə. Düzdür? İntervalda yadınıza saxlayın ki, uşaqlar, hər iki tərəf, yəni adi mötərizə olduqda bu uc nöqtələrin heç biri daxil deyil. Yəni onları götürmürük. Və bunun düsturu necə olacaq? AB intervalında tam ədədlərin sayı necə tapılacaq? Biz burada necə tapacaq? İndi ona baxaq. Tam ədədlərin sayı n bərabərdir B minus A minus 1 kimi tapılacaq. Yəni, uc nöqtələr bir-birindən çıxıb, ondan da bir vahid, biri çıxırsınız. İndi misala baxaq. Sadə bir misal yazaq. Məsələn, sizə deyir ki, 4 ilə 10 intervalında tam ədədlərin sayını tap. İntervalında sizə deyir ki, tam ədədlərin sayını tap. İlk olaraq mən bir düsturla, bir də düstursuz yolla yazacağım. Deməli, düsturlu yola baxaq. Düsturda biz dedik ki, bu bizdə A-dır, bu bizdə B-dir. Düzdür? Yəni, uc nöqtələri bir-birindən çıxırıq, ondan da 1-i çıxırıq. Düzdür? Yəni, 10 çıx 4 çıx 1, o da bizə verdi 5. Yaxşı, bəs düstursuz yazsaydıq, tutaq ki, getmişik imtihana, düstur zad yadımızda deyil və burada necə olacaq? Dedi ki, uc nöqtələr daxil deyil. Yəni, mən burada 4-ü götürməyəcəm, 5, 6, 7, 8, 9, bir də 10-u da götürməyəcəm. 4-dən 10 götürülmür. Nə qaldı burada? 5 dənə tam ədəd oldu. İkisində də eyni cavab aldıq. Bu oldu intervalda. İkinci, parçada. Parça nədir? Yəni, hər iki uc daxildir. Deməli, parçada tam ədədlərin sayının tapılması. Tam ədədlərin sayının tapılması. Deməli, parçada tam ədədlərin sayının tapılması üçün hər iki uc daxil olduğuna görə biz burada yazırıq B minus A plus 1. Yəni, ucları bir-birindən çıxırıq, üstünə 1 gəlirik. Bu olur bizdə parçada tam ədədlərin sayının tapılması. Nümunə işləyək. Məsələn, deyirəm ki, 4 ilə 12 parçasında tam ədədlərin sayını tap. Tam ədədlərin sayını tap. Düzdür? Yenə də ilk olaraq birinci yolumuz düsturlandır təbii ki də. Düsturla yazanda n bərabərdir B minus A plus 1 yazırıq. Yəni, uc nöqtələri bir-birindən çıxırıq. Üstünə 1 gəlirik. O da bizə verir 9. Düstur bizə deyir ki, 9 dənə tam ədəd var burada. İndi ikinci, təbii ki də düstursuz yola baxırıq. Düstursuz yolda bizə deyir ki,
Sən uc nöqtələri götür, aralıqda da nə var hamısını götür. Yəni 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Sayıram 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Burada da 9 dənə ədəd aldım. Aydındır. 9 dənə belə yazaq. Yəni hər ikisində də eyni cavabı almış olduq və üçüncü adlanır bizdə yarım intervalda. Üçüncü A ilə B yarım intervalında tam ədədlərin sayının tapılması. Deməli, yarım intervalda nə olur? Bax, bir tərəfi parçadır, bir tərəfi, belə deyək, adi mötərizədir. Və bunu düsturun müəllim necə yadda saxlayacaq? Bax, belə yadda saxlayın uşaqlar. Yəni, uşaqlara rahat yadda saxlaması üçün belə deyirəm. Məsələn, bu düsturda çıx 1 var. Burada plus 1 var. Bu yarım interval nədir? Yəni, həm parçadan bir hissə var bunda, həm də intervaldan bir hissə var. Bu çıx 1-lə belə yadda saxlayın uşaqlar. Baxın, bir şeyi yadda saxlamaq üçün özünüz üçün rahat belə deyim, yollar tapın ki, sizin yadınızda elə qalsın. Məsələn, burada çıx 1-iniz var. Burada plus 1-iniz var. Bunlar yarım intervalda hər ikisi olduğuna görə bu çıx 1 ilə plus 1 yola getmir. Əksdə axı bir-birinə. Ona görə də dava edirlər, qırğın edirlər. Ortada sadəcə nə qalır? Bu B çıx A qalır. Yəni bu düstur B çıxılsın A formasına düşür. İndi buna aid bir dənə misala baxaq. Deməli, yenə də eyni qayda ilə mən yazsam əgər 4, 12 yarım intervalında ya da aralığında eyni şərtdir. Tam ədədlərin sayını tap deyir. Tam ədədlərin sayını tap. Deməli, burada tam ədədlərin sayını tapanda ilk olaraq mən düsturla yazacağım. Birinci yolum düsturdur. Düstur deyir ki, bizə sadəcə B minus A yazırsan, yəni 12 minus 4 bizə verdi 8. İkinci yol bizdə düstursuz yoldur. Düstursuz yolda, baxın, burada bir tərəf parçadır, yəni bu ucu götürəcəyik, ikinci tərəfi götürməyəcəyik. Yəni bu nə olacaq? 4, 5, 6, 7, 8, 9, 10 və 11, 12 götürülməyəcək və sayırıq. Neçə dənə oldu? 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə burada natural ədədimiz oldu ya da tam ədədimiz oldu. Və bu yarım intervalda tam ədədlərin sayının tapılması üçün düstur. İndi buna oxşar bir düsturumuz var. Deməli, bu oxşar düstur nədir? İndi ondan danışacağıq. Bizə deyir ki, indi bunu niyə yazdıq? Bizə indi növbəti hissədə deyir ki, A və B ədədləri. Baxın, diqqətinizə çatdırım. A və B ədədləri. Hər ikisi bir M ədədinə bölünür. Hər ikisi M ədədinə bölünür. Belə deyim də, məsələn, 4-dən 8, hər ikisi nəyə bölünür? 2-yə. 6 ilə 36, 2-yə bölünür, nə bilim, 6-ya bölünür. Belə yadda saxlayın. Hər ikisi bir M ədədinə bölünür. Sizə deyir ki, aşağıdakı aralıqlarda M-ə bölünən neçə dənə tam ədəd var, onun düsturlarını ya, sayının tapılması düsturları. İndi biz ilk olaraq başlayırıq intervalda. Deməli, intervalda biz burada tam ədədlərin, deyir ki, AB intervalında, belə deyək, intervalında hər ikisi, deməli, A və B-nin hər ikisi bir M ədədinə bölünürsə, baxın, hər ikisi ya, hökmən hər ikisi bölünməlidir. Hər ikisi M ədədinə bölünürsə, bu aralıqda M-ə bölünən tam ədədlərin sayı, M-ə bölünən tam ədədlərin sayını istəyir. Düzdür? Deməli, biz ilk olaraq nəyə yadımıza salırıq, nəyə gözümüzün qabağına gətiririk? AB intervalında tam ədədlərin sayının tapılması düsturu M bərabərdir B minus A minus 1 idi. M-ə bölünən tam ədədlərin sayının tapılması düsturu isə intervalda olacaq M bərabərdir B minus A böl M minus 1. Bax, bu düsturu niyə yazdım? Bu iki düstur arasındakı oxşarlığı görə bilin. Yəni, bu AB intervalında tam ədədlərin sayının tapılması üçün B minus A minus 1, M-ə bölünən tam ədədlərin sayının tapılması üçün isə B minus A böl M. Yəni, bu hissə, B minus A hissəsi
Götürürsünüz, bölürsünüz m-ə və buradan cavabı alırsınız. Nümunə yazaq. Məsələn, deyir ki, 4 və 28 aralığında 2-yə bölünən tam ədədlərin sayı. 2-yə bölünən tam ədədlərin sayını səndən istəyir. Düzdür? Deməli, baxırsan ki, 4 də 2-yə bölünür, 28 də 2-yə bölünür. Onda sən düsturu yerinə qoya bilirsən. M bərabərdir B minus A böl M minus 1. Yəni, 28 minus 4 böl 2 plus, daha doğrusu minus 1. 28 minus 4 edir 24 böl 2 minus 1. O da 12 minus 1-dən bizə deyir ki, 11 dənə bu aralıqda 2-yə bölünən tam ədəd var. Sonra ikinci düsturumuz parçada. Deməli, yenə də şərt eyni şərtdir. AB parçasında A və B ədədləri hər ikisi bir M ədədinə bölünür. Hər ikisi bir M ədədinə bölünür. Və sizə deyir ki, M ədədinə bölünürsə, burada M-ə bölünən, yəni parçada, aralıqda M-ə bölünən tam ədədlərin sayı. M-ə bölünən tam ədədlərin sayı. İndi nə edirik? İlk olaraq biz yadımıza salaq ki, parçada tam ədədlərin sayı necə tapılırdı? Parçada tam ədədlərin sayı M bərabərdir B minus A plus 1 düsturu ilə tapılırdı. Düzdürmü? Yaxşı, bəs M-ə bölünən tam ədədlərin sayı deyirsə necə tapılacaq? M bərabərdir B çıx A böl M plus 1. Vəssalam. Bu oldu bizdə parçada M-ə bölünən tam ədədlərin sayı və üçüncü bizdə yarım interval idi. Yarım intervalında belə yazaq. İntervalında hər ikisi M ədədinə bölünür. Hər ikisi M ədədinə bölünür və bu bizə deyir ki, bu aralıqda burada M-ə bölünən tam ədədlərin sayı. M-ə bölünən tam ədədlərin sayını tap. Yaxşı. İndi biz birinci nə edirik? İlk olaraq yarım intervalda tam ədədlərin sayının tapılması düsturu B minus A idi. Yaxşı, bəs M-ə bölünən tam ədədlərin sayı desə, M bərabərdir olacaq B minus A bölünsün M düsturu ilə hesablanmış olacaq. Yəni, tam ədədlər haqqında bu qədər. İndi isə biz sizinlə danışırıq tək və cüt ədədlər nədir? İndi danışaq tək ədədlərdən. Tək və cüt ədədlər. Yaxşı. Deməli, tək ədədlər nədir? Tək ədədlər sonu 1, 3, 5, 7 və 9 ilə bitən ədədlərdir. Nədir? Sonu 1, 3, 5, 7 və 9 ilə bitən ədədlər adlanır tək ədədlər. Tək ədədlər ümumi halda, belə yazaq da, ümumi halda T bərabərdir 2n plus minus 1 ilə yazılır, düsturu ilə yazılır. Ümumi halı nə deməkdir bu? Yəni, bir dəfə T bərabərdir 2n minus 1 də götürə bilərsən. T bərabərdir 2n plus 1 də götürə bilərsən. Ay müəllim, mən başa düşmədim bunu. Yəni, 2n minus 1 nə deməkdir? Yəni, bu o deməkdir ki, sən n-in yerinə nə qoyursansa qoy, o cavabı təkə çevirəcək. Yəni, baxaq buradan. N-ə 1 desək. Olur. 2 vur 1 çıx 1. Elədi 1. N-ə 2 desək. T bərabərdir 2 vur 2 minus 1. N-ə 3 desək. T bərabərdir 2 vur 3 minus 1. Görürsən, yəni nə qoyursan qoy yerinə, hamısının cavabı tək olur. N-ə 4 desək. T bərabərdir 2 vur 4 minus 1. Elədi 7. Yəni, bu ümumi halda yazılış bu deməkdir. N-in yerinə nə qoyursansa qoy, cavabı təkə çevirir. Məsələn, burada bəs müəllim necə olacaq? Yenə də N-ə 1 desə, 2 vur 1 plus 1. Elədi 3. N-ə 2 desə, T bərabərdir 2 vur 2 plus 1. Elədi 5. N-ə 3 desən, T bərabərdir 2 vur 3 plus 1, 7. Yəni, nəticə eyni oldu. Hamısının cavabı tək oldu. Yaxşı.
Müəllim, bəs tək ədədləri biz deyə bilirik ki, sonu var. Xeyr, tək ədədlər natural ədədlərin içinə daxil olduğuna görə tək ədədlər sonsuz saydadır. Yəni sonu yoxdur. Sonsuz saydadır deyirik. Yaxşı, bəs bu tək ədədlərdən ən kiçiyi nədir müəllim? Bunlardan ən kiçiyi 1-dir. Yəni ən kiçik olacaq 1. Çünki ən kiçik natural ədədi bizdə 1-dən başlayır və 1 də tək olduğuna görə ən kiçik tək ədədimiz oldu 1. Sonsuz saydadır dedik və 2-yə qalıqlı bölünür. Bunu da qeyd edək. 2-yə qalıqlı bölünür. Yaxşı, bəs cüt ədədlər nədir müəllim? Cüt ədədlər. Deməli, cüt ədədlər, yadınıza saxlayın ki, sonu 0, 2, 4, 6 və 8 ilə bitən ədədlərdir. Nədir cüt ədədlər? Sonu 0, 2, 4, 6, 8 ilə bitən ədədlər. Nümunə göstərək, məsələn, tək ədədlərə. 24, 36, 48, nə bilim 102, nə qədər istəyirsiniz yazın. Yəni sonunda 0-ı, 2-ni, 4-ü, 6-nı, 8-i gördünüz, bilin ki, bu tək ədəddir. Daha doğrusu cüt ədəddir. İndi isə cüt ədədlər, deməli cüt ədədlər də natural ədədlərin içinə daxil olduğundan sonsuz saydadır. Sonsuz saydadır və 2-yə qalıqsız bölünür. 2-yə qalıqsız bölünür. Yaxşı, bəs müəllim, bu tək ədədlərin ümumi halı var idi. T bərabərdir 2n plus minus 1 dedik. Yaxşı, bəs cütün bu ümumi halı yoxdurmu? Təbii ki də var. C bərabərdir 2n. Müəllim, bu C bərabərdir 2n-də biz necə iş görə bilərik? Yəni, bu deməkdir ki, n-i yerinə nə qoyursansa qoy, bu onu cütə çevirəcək. 2 qoysan, olur C bərabərdir 2 vur 2, 4. 3 qoysan, C bərabərdir 2 vur 3, 6. Məsələn, n bərabərdir 4 desən. 2 vur 4, 8. Yəni, n qədər nümunə yaza bilərsiniz. Uşaqlar hamısının cavabı da sizə cüt verəcək. Və nəyə gəldik? Mənfi ədədlər və 0 nə təkdir, nə də cütdür. Aydındır, mənfi ədədlər və 0 nə tək, nə də cütdür. İndi isə biz sizlə nədən danışırıq? Məsələn, bu ardıcıl natural ədədlər ümumi şəkildə necə yazılır, ardıcıl təklər necə yazılır, ardıcıl cütlər necə yazılır, indi ondan danışaq. Sizin misal tiplərində qarşınıza çıxa bilər ki, məsələn, 3 ardıcıl natural ədədin cəmi 33-dür, nə bilim, böyüyünü tap. 3 ardıcıl cüt natural ədədin cəmi 63-dür, nə bilim, kiçiyini tap. Belə suallar sizin qarşınıza çıxmış olar. Yaxşı, bəs bunları necə həll edəcək? Biz oturub özümüzdən qiymət fikirləşsək əgər, imtahanın yarısı təbii ki də gedəcək. Ona görə nə edirik? Burada özümüz düstur tətbiq etməliyik. Deməli, ardıcıl natural ədədlər ümumi şəkildə ardıcıl natural. Bax, sözlə nə deyirsən? Ardıcıl natural. Yəni, birinci başlayırsan n-dən. Sonra olacaq n plus 1. Sonra olacaq n plus 2. Sonra olacaq n plus 3. Sonra olacaq n plus 4 və s. bu qayda ilə gedir. Adı üstündə ardıcıl natural. Yaxşı, bəs mən hardan bilim bu ardıcıldır? Sən n-in yerinə qiymət qoy. Düzdür? Məsələn, n-ə 1-dir. Bu oldu 1. Bu oldu 1 plus 1-dən 2. Bu oldu 1 plus 2-dən 3. Bu oldu 1 plus 3-dən 4. Bu oldu 1 plus 4-dən 5. Düzdür? Yaxşı, müəllim, başa düşdüm. Bu oldu ardıcıl natural. Yaxşı, bəs buna aid misal düşsə mən necə yazacağam? Məsələn, sənə deyəcək ki, 3, bayaq nümunə necə çəkdik? 3 ardıcıl natural ədədin cəmi, deyir ki sənə 33-dür. Bunları tap. Yəni, hansı ədədlərdir ki, bunların cəmi, ardıcıl natural ədədlərin cəmi 33 verir? İlk olaraq sən başlayırsan. Birinci ədədimizə nə demişdik? N. İkinci ədədimiz oldu n plus 1. Üçüncü ədədimiz oldu n plus 2.
İndi bunların cəmi 33 verirsə, mən onları toplayıram. N plus n plus 1 plus n plus 2 bərabərdir 33. Bu elə də 3n plus 3 bərabərdir 33-dən. Bu 3-ü atıram digər tərəfə. 3n bərabərdir 33 minus 3. 3n bərabərdir 30-dan. N də bərabər olur 30 bölünsün 3. Yəni n bərabərdir 10. Yaxşı, n-i tapdım 10. İşim bitdi, xeyr. Mənim birinci ədədim n idi. Onu yazaram 10. İkinci ədədim n plus 1-dir. N plus 1-dir. Bu olur 10 plus 1-dən 11. Üçüncü ədədim n plus 2-dən 10 plus 2, yəni 12 olur. Vəssalam. 3 dənəsini də tapdım. Bu oldu bizdə 3 dənə ardıcıl natural ədəd ki, onların cəmi bizə 33 verir. Bu oldu belə. Yaxşı, bəs ardıcıl cüt natural ədəd desə. Məsələn, ardıcıl cüt natural ədəd desə. Düzdür. Ardıcıl cüt natural ədədlər bizdə yazan zaman ilk ağlımıza gələn şey nə olmalıdır? Cüt ədədlər ümumi şəkildə necə yazılırdı? Cüt ədədlər ümumi şəkildə C bərabərdir 2n kimi yazılırdı. Onda ardıcıl cüt natural ədədlərdə yazanda birinci 2n-dən başlayırsınız. Sonra gəlir 2n plus 2. Sonra gəlir 2n plus 4. Sonra gəlir 2n plus 6, 2n plus 8 və s. bu qayda ilə gedir. Aydındır. İndi isə mən misallara baxıram. Məsələn, deyir ki, mənə 3 ardıcıl cüt ədədin cəmi ya da 3 ardıcıl cüt natural ədədin cəmi. Deyir ki, 66-dır. Bunları tap. İndi mən hamısını tapıram. Sizdən böyüyü istəyə bilər, kiçiyi istəyə bilər. İndi hansını istəsə. Deməli, ilk olaraq biz baxırıq ki, 3 dənə ardıcıl cüt natural ədəddirsə, birincisinə biz deyirik 2n. İkincisi olur 2n plus 2. Üçüncüsü olur 2n plus 4. İndi bunların cəmi 66-dırsa, yazıram 2n plus 2n plus 2 plus 2n plus 4 bərabərdir 66-dan. 6n plus 6 bərabərdir 66-ya. 6n bərabərdir 60-a. Yəni, n-i tapdım ki, buradan 10-dur. Onda mənim birinci ədədim 2n-dən 2 vurulsun 10 bərabərdir 20. İkinci ədədim 2n plus 2-dən 2 vurulsun 10 plus 2 bərabərdir 22. Üçüncü ədədim də 2n plus 4-dən 2 vurulsun 10 plus 4 bərabərdir 24 olur. Vəssalam, ədədlərimi də tapdım. Deməli, ardıcıl naturalı bildik. Ardıcıl cütü bildik. İndi isə ardıcıl təkdən danışaq. Ardıcıl tək natural ədədlər. Deməli, bunu yazmazdan əvvəl yenə də ilk olaraq nəyə baxırıq? Tək ədədlər ümumi şəkildə t bərabərdir 2n plus minus 1 kimi yazılırdı. Yəni 2n plus 1, 2n minus 1. Bunu bir kənarda özümüz üçün saxlayaq. İndi ardıcıl tək natural ədədlər deyirsə, biz burada birinci 2n minus 1-dən başlayacağıq. Sonra gəlir 2n plus 1. Sonra gəlir 2n plus 3. Sonra gəlir 2n plus 5. Aydındır. Yəni ilk olaraq başlanğıcımızı buradan veririk. 2n minus 1 və 2n plus 1 ümumi şəkildə yazılışdan. 2n plus 5, məsələn, deyə bilərəm 2n plus 7, n qədər nümunə göstərə bilərik. Bu oldu bizdə ardıcıl tək natural ədədlərin ümumi halda yazılışı. Nümunə göstərək buna da. Məsələn, deyirəm ki, 3 ardıcıl tək natural ədədin cəmi. Deyirəm ki, neçə olsun? Məsələn, 123-dür. Düzdür. Mənə deyir ki, bunları tap. İlk olaraq başlayıram. Ardıcıl tək natural ədədlər ümumi şəkildə necə olurdu? Deməli, birinci ədədimiz olacaq 2n minus 1. İkinci ədədimiz olacaq 2n plus 1. Üçüncü ədədimiz olacaq 2n plus 3.
Bunları cəmləyib 123-ə bərabərləyirəm. 2n minus 1 plus 2n plus 1 plus 2n plus 3 bərabərdir 123-ə. Buradan birlər gedir. Qalır 6n plus 3 bərabərdir 123-ə. 6n bərabərdir 120-dən, n bərabərdir 20-ni aldıq. N'imiz 20-dirsə, məndə birinci 2n minus 1 idi. Yəni 2 vur 20 minus 1-dən, bu elədir 39. İkinci 2n plus 1-dir. Yəni 2 vur 20 plus 1-dən, bu elədir 41. Üçüncü 2n plus 3 idi. Yəni 2 vur 20 plus 3-dən, bu da elədir 43. Və salam, ədədlərimizi tapdıq. İndi isə sizlə uşaqlar tək və cütün xassələrindən danışaq. Tək və cüt ədədlərin xassələrində nələr var, onlara baxaq. Xassələr. Yadınızda saxlayın ki, uşaqlar, təkə vuranda bizə tək verir. Aydındır. Yəni tək vurulsun tək bizə tək verir. Müəllim, nə deməkdir bu? Məsələn, bir dənə ədəd götürürəm 3, bir dənəsini götürürəm 5, 3 dəfə 5 elədi 15. 15 tək ədəddir. Məsələn, cüt vurulsun cüt desə, cüt vur cüt bizə cüt verəcək. Məsələn, 4 vurulsun 2 bərabərdir 8-dən bizə cüt verdi. Düzdürmü? Bunu göstərmiş olduq. Məsələn, tək plus tək. Tək plus tək bizə neçə verəcək? Yəni, nə verəcək? Cüt verəcək. Müəllim, nə deməkdir bu? Məsələn, bir dənə tək ədəd götürürsən 3, digərini götürürsən 5. 3 plus 5 bizə verdi 8. 8 də cüt ədəd oldu. Məsələn, cüt plus cüt bizə verir cüt. Nümunə göstərək. 4 plus 8 bərabərdir 12. Bu oldu bizdə cüt ədəd. Ondan sonra bizə desək ki, tək plus cüt. Düzdür? Tək plus cüt bizə tək verəcək. Yəni 2 plus 3 bərabərdir 5. Tək verdi. Bir də biz nədən danışa bilərik? Məsələn, təkin qüvvəti. Tək üstündə n. Nə deməkdir bu? Yəni tək vur, tək vur, tək. N dənə təkin hasili deməkdir bu. Yəni n dənə təkin hasili də bizə yenə də tək verəcək. Onda cüt üstü n-dən də cüt vur, cüt vur, cüt vur, cüt və s. n dənə cütün hasilidir. Bu da bizə cüt verir. Niyə? Çünki 2 dənə cütün hasili əgər cüt verirsə, n dənə cütün hasili də bizə cüt vermiş olacaq. İndi isə biz danışaq ədədin böləni nədir və bölünəni nədir? İndi ondan danışaq. Bölən və bölünən. Bölən və bölünən nədir? İndi ondan danışaq. Deməli, bölən odur ki, hər hansı bir n natural ədədinin bölündüyü hər bir natural ədəd n-in bölənidir. Hər hansı bir n natural ədədinin, bax, n natural ədədinin, baxın, natural ədədinin bölündüyü hər bir ədəd. Bölündüyü hər bir ədəd bizdə adlanır n-in böləni. Düzdür? Yəni bu nə deməkdir? Bu natural ədəd nələrə bölünür? Hansı ədədlərə bölünür? Bu adlanır bölən. Məsələn, 12-nin böləni ya da 18-in böləni. Lap belə deyək, 18-in böləni. Yəni nə deməkdir bu? 18 nəyə bölünür? 1-ə bölünür, 2-yə bölünür, 3-ə bölünür, 6-ya bölünür, 9-a bölünür, 18-ə bölünür. Yəni ədəd nələrə bölünür? Hansı ədədlərə bölünür? Bu adlanır bölən. Bəs bölünən nədir? N-in bölənidir. Cümləni tamamlayaq. İndi bəs bölünən nədir? Hər hansı bir n natural ədədinin qalıqsız bölündüyü hər bir ədəd. Baxın, qalıqsız bölündüyü hər bir ədəd n-in bölünənidir. Aydındır. Yəni, məsələn, götürürəm, 2-nin bölünənləri nədir? Yəni, hansı ədədlər 2-yə qalıqsız bölünür? Yəni, hər hansı bir n natural ədədinin qalıqsız bölündüyü hər bir ədəd. Hansı ədədlər 2-yə, məsələn, qalıqsız bölünür? Hansı ədədlər 3-ə qalıqsız bölünür? Məsələn, 2-yə qalıqsız bölünənlər adlanır 2-nin bölünənləri. 3-ə qalıqsız bölünənlər adlanır 3-ün bölünənləri. Yəni, başa düşdük yəni nə deməkdir? N natural ədədinin qalıqsız bölündüyü hər bir ədəd
adlanır n-in bölünəni. Yaxşı, indi ilk olaraq nədən başlayırıq? Bölünənə aid misal yazaq. Məsələn, deyirəm ki, 2-nin bölünəni. 2-nin bölünəni nə deməkdir? Hansı ədədlər 2-yə qalıqsız bölünür? 2-nin özü, 4, 6, 8, 10, 12, 14 və s. Yəni, nə qədər istəyirsiniz nümunə yazın. 2-yə bölünən, qalıqsız bölünən bütün ədədlər bizdə 2-nin bölünənləridir. Bunu da bildik. Əla. İndi uşaqlar, sizinlə birlikdə bölünmə əlamətlərindən danışaq. Bölünmə əlamətləri nələrdir? Hansı bölünmə əlamətlərimiz var? İndi onlardan danışaq. İlk olaraq biz danışırıq sizinlə 2-yə bölünmə əlaməti. 1. 2-yə bölünmə əlaməti. Deməli, 2-yə bölünmə əlaməti nədir? Əgər ədədin sonu 0, 2, 4, 6 və 8 ilə bitirsə, bu ədəd 2-yə qalıqsız bölünür. Məsələn, 12, 24, 148, 2268 və s. Yəni, ədədin sonunda 0, 2, 4, 6 və 8 varsa, bu ədəd 2-yə qalıqsız bölünür. İkinci, 3-ə bölünmə əlaməti. 3-ə bölünmə əlamətimiz nədir? Əgər 3-ə bölünmə əlaməti. Əgər rəqəmləri cəmi 3-ə bölünərsə, bu ədəd də 3-ə bölünəcək. Rəqəmləri cəmi 3-ə bölünərsə, bu ədəd 3-ə bölünür. Məsələn, 27. Bunu onsuz bilirik ki, 27 3-ə bölünür. Amma baxaq ki, bunun rəqəmləri cəmi də 3-ə bölünürmü? 2 plus 7 elədi 9. 9 3-ə bölünürmü? Bəli. Deməli, 27 3-ə bölünür. Məsələn, mən götürəm 123, düzdür? 1 plus 2 plus 3 elədi 6. 6 3-ə bölünürmü? Bəli. Onda 123 də 3-ə bölünür. Yəni, n dənə buna aid misal yaza bilərik. Sonra keçirik sizinlə 4-ə bölünmə əlamətindən. Deməli, 4-ə bölünmə əlaməti nədir? 4-ə bölünmə əlaməti. Əgər ədədin son 2 rəqəmi 0-dırsa, bax, son 2 rəqəmi 0 və ya son 2 rəqəmi 4-ə bölünürsə, yadınızda saxlayın. Son 2 rəqəmi 0 və ya son 2 rəqəmi 4-ə bölünürsə, bu ədəd 4-ə bölünür. Məsələn, 100. Düzdür? Bunun son 2 rəqəmi nədir? 0. Deməli, bu 104-ə bölünür. Düzdür? Məsələn, götürürəm 124. Bunun son 2 rəqəmi nədir? 24. Düzdür? 24 4-ə bölünürsə, onda 124 də 4-ə bölünür. Məsələn, 144. Düzdür? Son 2 rəqəmi nədir? 44. 4-ə bölünür. Deməli, 144 də 4-ə bölünəcək. Yəni, bu bizdə sadə misallardır. İndi 5-ə bölünməyə baxaq. 5-ə bölünmə əlaməti nədir? 5-ə bölünmə əlaməti. Əgər ədədin sonu 0 və ya 5 ilə bitərsə, bu ədəd 5-ə qalıqsız bölünəcək. Məsələn, nümunə göstərək buna. 20, 35, 40, 135, 275. Yəni, əgər sonunda 0 və 5-i görürsünüzsə, deməli, bu ədəd 5-ə onsuz qalıqsız bölünəcək. 6-ya bölünmə əlamətinə baxaq. Deməli, 6 nəyə hasilidir uşaqlar? Bir beyninizdə elə fikirləşin də. 6 nəyə hasilidir? 2-nin 3-ə. Düzdür? 2-nin 3-ə olduğuna görə, onda mən deyə bilərəm ki, həm 2-yə, həm də 3-ə bölünən ədədlər. Həm də 3-ə bölünən ədədlər biz deyə bilərik ki, 6-ya bölünür. Nümunə göstərək. Məsələn, neçə deyək burada? Sadə bir nümunə göstərək də, elə
bilirik ki, məsələn, bu 6-ya bölünəcəkdir. Məsələn, başqa nə göstərə bilir? Məsələn, 144 götürürəm. 144, düzdürmü? Deməli, biz dedik ki, həm 2-yə bölünməlidir, həm də 3-ə bölünməlidir. Düzdür? Həm 2, həm də 3-ə bölünməlidir. 2-yə bölünmə əlamətinə görə bunun sonu 0, 2, 4, 6, 8 ilə bitməlidir ki, bunun sonunda 4 var. Düzdürmü? Sonra 3-ə bölünmə əlamətinə görə də rəqəmlərin cəmi 3-ə bölünməlidir. 1 plus 4 plus 4-dən bunun 9 olduğunu alırıq və buradan görürəm ki, həm 2-yə bölünməni ödədi, həm də 3-ə bölünməni ödədiyinə görə biz buradan 6-ya bölündüyünü deyə bilirik. Sonra biz sizinlə danışacağıq burada 8-ə bölünmə əlaməti. Deməli, 8-ə bölünmə əlamətimiz nədir? Deməli, 8-ə bölünmə əlaməti. Belə yadda saxlayın uşaqlar. 8 üçün, məsələn, bu 3 dənə eyni, yəni 2-nin bir-birinə hasilidir. 3 dənə 2-nin hasilidir. Belə yadda saxlayın. Son 3 rəqəmi 0 və ya son 3 rəqəmi 8-ə bölünərsə, son 3 rəqəmi 8-ə bölünərsə, bu ədəd 8-ə bölünər. Bu ədəd 8-ə bölünər. Deməli, nə dedik? Əgər son 3 rəqəmi 0-dırsa və son 3 rəqəmin əmələ gətirdiyi ədəd 8-ə bölünürsə, bu ədəd 8-ə bölünür. Məsələn, son 3 rəqəmi 0-dır, yapışdırın sonunda nə qədər 3 dənə 0 olan ədədlər varsa hamısını. 1000, 2000, 3000, canım sizə desin 4000, nə qədər istəyirsiniz yazın. Və s. Və son 3 rəqəmin əmələ gətirdiyi ədəd 8-ə bölünür nə deməkdir? Məsələn, yaza bilərəm bura 1008. Son 3 rəqəmiz 008-dir. Əvvəldə olanda sıfırlar sayılmır. Yəni 8 onsuz 8-ə bölünür. 2024. Düzdür, son 3 rəqəmi 024-dür. 0 əvvəldə olanda sayılmır. Sonra məsələn, deyə bilərəm 2032 və s. Yəni, nə qədər istəyirsiniz uşaqlar nümunə yaza bilərsiniz. Yəni, son 3 rəqəmi əgər bunun 8-ə bölünürsə, deməli, bu ədəd də 8-ə bölünmüş olacaq. Sonra, indi biz nəyə baxırıq? 8-ə bölünməni dedik. İndi isə keçək 9-a bölünmə əlaməti. 9-a bölünmə əlaməti. Deməli, 9-a bölünmə əlaməti 3-ə bölünmə əlaməti ilə oxşardır. Yəni, burada da deyəcəyik ki, rəqəmləri cəmi 3-ə bölünən ədədlər. Deməli, rəqəmləri cəmi 3-ə bölünən ədədlər, daha doğrusu 9-a bölünən ədədlər. Rəqəmləri cəmi 9-a bölünən ədədlər 9-a qalıqsız bölünəcək. Qalıqsız bölünür. Yaxşı, bunu da bildik. Nümunə göstərək. Məsələn, deyirəm ki, 145. Yox, 135 daha doğrusu. 135. Bu bizə nə verir? 1 plus 3 plus 5. Bunun rəqəmləri cəmi elədi 9. 9 9-a bölünürsə, deməli 135 də 9-a bölünür. Düzdürmü? 225. Düzdürmü? 2 plus 2 plus 5 elədi 9. 200, əgər bu 9, yəni rəqəmləri cəmi 9-a bölünürsə, deməli bu ədədimiz də 9-a bölünmüş olacaq. Sonra deməli 10-a bölünmə əlaməti. 10-a bölünmə əlaməti. Deməli 10-a bölünmə əlamətimiz nədir? Əgər son rəqəmi 0 olarsa, bu ədəd 10-a qalıqsız bölünür. Nə oldu? Son rəqəmi 0-la bitərsə, bu ədəd 10-a qalıqsız bölünür. 20, 30, 40, 50 nə qədər istəyirsiniz döşüyün bura. Yəni fərqi yoxdur. Sonunda 0 varsa, deməli bu ədəd 10-a qalıqsız bölünür. Sonra 11-ə bölünmə əlamətimiz var. 11-ə bölünmə əlaməti nədir müəllim? Və biz bunu necə tapacağıq? Deməli 11-ə bölünmə əlaməti ədədin tək yerdə duranlarının cəmi ilə. Bax. Tək yerdə duranların cəmi.
Tək yerdə duranların cəmi çıx cüt yerdə duranların cəmi. Cüt yerdə duranların cəmi. Əgər bizə 0 verərsə və ya 11-ə bölünən bir ədəd verərsə, bu ədəd 11-ə qalıqsız bölünür. Yəni, tutaq ki, sənin ədədin belə böyük bir ədəddir. Müəllim, mən bu tək cüt yerdə duran məsələsini başa düşmədim. Nə deməkdir? Yəni, birinci yerdə duranla, üçüncü yerdə duran adlanır sənin tək yerdə duranın. İkinci yerdə duranla, dördüncü yerdə dayanan ədəd adlanır cüt yerdə dayanan və salam budur. Yəni, tək yerdə duranları, yəni A1 plus A2 çıxıram A2 plus A4 və salam. A1 plus A3-dən çıxıram A2 plus A4. Əgər bu mənə 0 verərsə və ya 11-ə bölünən bir ədəd olarsa və salam, deməli bu ədəd 11-ə qalıqsız bölünəcək. Aydındırmı? Deməli, son olaraq demirəm, çünki hələ yeni var. 12-yə bölünmə əlamətinə baxırıq. 12-yə bölünmə əlaməti. Deməli, 12-yə bölünmə əlaməti. 12 hansı 2 ədədin hasili, məsələn, götürə bilərəm? 3-dən 4, düzdür? Belə deyək, qarşılıqlı sadə olsun bir-biri ilə. Mənim qarşılıqlı sadə nədir? İndi ona da baxacaq. 12-yə bölünmə əlamətində belə yadda saxlayırıq. Həm 3-ə, həm də 4-ə bölünən ədədlər, həm də 4-ə bölünən ədədlər 12-yə qalıqsız bölünür. Eyni zamanda həm 3-ə bölünsün, həm də 4-ə bölünsün. Onda biz deyirik ki, bu ədəd 4-ə qalıqsız bölünür. Buraya qədər ümid edirəm ki, hər şey aydındır. Bu bizim 12-yə bölünmə əlamətimiz idi. Ondan sonra 15-ə bölünmə əlamətimiz var. Deməli, 15-ə bölünmə əlaməti də 15 nəyin nə hasildir? 3-ün 5-ə, düzdür? Onda mən deyirəm ki, həm 3-ə, həm də 5-ə bölünən ədədlər. Nə oldu? Deməli, həm 3-ə, həm də 5-ə bölünən ədədlər 15-ə qalıqsız bölünür. Yaxşı, müəllim, bəs biz buradan necə biləcəyik? 3-ə bölünürsə, deməli, rəqəmləri cəminə baxacaqsan. 5-ə bölünürsə, deməli, sonunda 0 və 5 olmalıdır. Yəni, bu iki xassə həmin ədəddə eyni anda ödənməlidir. Aydındır. İzah eləyə bildinmi? Sonra sizin qarşınıza çıxa bilər, məsələn, 18-ə bölünmə əlaməti. Deməli, 18-ə bölünmə əlaməti necə olacaq? 18-ə bölünmə. 18, məsələn, yazıram ki, həm 2-yə, həm də 9-a bölünən ədədlər. Deməli, nə oldu? Həm 2-yə, həm də 9-a bölünən ədədlər oldu. 2-yə bölünmə əlamətində nə var idi? Sonu 0, 2, 4, 6, 8 ilə bitsin. 9-a bölünmə əlamətində də rəqəmləri cəmi 9-a bölünürsə, deməli, bu ədəd 18-ə bölünəcək. Topluda da məsələn qarşınıza çıxıb, məsələn 25-ə bölünmə əlaməti. 25-ə bölünmə əlamətində müəllim nəyə baxacaq? Baxın, uşaqlar, 4-ə bölünməni xatırlayırsınız, son 2 rəqəmə baxdıq. Niyə son 2 rəqəmə baxdıq sizcə? Çünki onun 2 dənə eyni ədədin hasilidir. Yəni 2-nin 2-yə, 2 ilə 2 eyni ədəddir. Və məsələn 8-ə bölünmədə son 3 rəqəmə baxırdıq. Niyə son 3 rəqəmə baxırdıq? Çünki bu 8, 2 vur 2-dir. Yəni 3 dənə eyni ədədin hasilidir. Onda bu 25 də 5 ilə 5-in hasili olduğuna görə, onda mən deyirəm ki, 25-ə bölünmə əlaməti son 2 rəqəmi, son 2 rəqəmə baxırıq. Niyə? Çünki 2 dənə eyni ədədin hasilidir. Son 2 rəqəmi 0 olsun və ya 25-ə bölünsün. Onda biz deyirik ki, bu ədəd 25-ə qalıqsız bölünür. Bölünmə əlamətlərinə qədər olan hissəni burada bitiririk.